Baxın, şikayət edənlər, yəni məyər bu şikayətçi öz içində və ya ətrafında Allahın ona verir neymətlərdən bir hiss etmir ki, bu neymətə görə şükr etməyi öyrənsin və ya heç olmasa onu dilə gətirsin? O kəslər ki, daimi şikayətçidir, Allahın neymətlərinə şükr etmirlər. Elə bilir ki, şükr etməyə ehtiyacı yoxdur və bunu soyuq, quru bir ifadə təzi ilə bildirir. Halın necədir deyə soruşanda insan nə deməlidir? Rəbbimə həmd olsun. Allahın yaratmadığına şikayət edərmi insan deyər, belə cavab verərdilər. Soruşanda ki, halın necədir? Allahın yaratmadığına şikayət edərmi? Yəni, neymət dolu hadisələr vardır ki, bizdən şükür və təqdir tələb edir. Onların sevincini yaşamağa layiqik. Lakin sadəcə bir xoşa gəlməz hadisə ilə qarşılaşdığımız zaman özümüzü elə aparır ki, sanki bizə yalnız bədbəxtlik nəsib olub və bu da bizi şikayət etməyə sürükləyir. Baxın, bu da nədir? Əlbəttə ki, doğru deyil.